Tu es parisien, Kraus? Oui, monsieur. Ben Paris'ten adam olmuşam, Saint-Germain'de. Atam Almandır, monsieur. Anam Fransız. Her ikisi rəhmətə gedir, monsieur. Tuaz, monsieur. Salam, bugün sizə hamının bildiyini sandığı, amma əslində tamam fərqli olan bir həqiqətdən danışacağıq. Mehdi Hüseynzadə haqqında filmlərdə gördüyünüz səhnələri xatırlayın. Qəhrəman özünü partladır, düşməni də özü ilə aparır. Hər şey kino kimi dramatik və təsirli göstərilir. Amma reallıq çox daha sərt və daha şokdur. 1944-cü il, 2-ci Dünya Müharibəsi dövrü. Mehdi Hüseynzadə artıq düşmənin ən çox axtardığı partizanlardan biridir. Mikhailo adı ilə tanınan bu qəhrəman saysız-hesabsız əməliyyatlar həyata keçirib və bir gün onun son döyüşü başlayır. Zu seinem großartigen Sieg. Ich werde Deutschland größer und schöner denn je machen. Sağ ol Mikhailo. Veselin! Mehdi! Veselin! Onda mən gedərəm. Sloveniya ərazisində gizləndiyi yer düşmən tərəfindən mühasirəyə alınır. Ətrafı tam bağlanır. Çıxış yolu yoxdur. Filmlərdə göstərilən kimi böyük bir partlayış olmuş. Əksinə, Mehdi son ana qədər tək başına döyüşür. Güllələr ard-arda gəlir. Vəziyyət getdikcə ağırlaşır. Və ən şok məqam, onun bədəninə 7-dən 8-ə qədər güllə dəyir. Kraus! Şeytandır, iblistir, yağdandır. Ahır ki Mikhailo'nun özüdür. Tutun onu! O artıq ağır yaralı vəziyyətdədir. Hərəkət etməyə çətinləşir. Qaçmaq isə demək olar ki, mümkün deyil. Amma məsələ təkcə həyatını xilas etməyi deyil. Əgər o əsir düşsəydi, bildiyi bütün məxfi məlumatlar düşmənin əlinə keçə bilərdi. Bu isə onun silahdaşlarının məhvi deməkdir. Və məhz bu anda tarixə düşən ən ağır qərarlardan biri verilir. Mehdi Hüseynzadə son gülləsini özü üçün saxlayır və özünü vurur. Bəli, nə partlayış var, nə də filmlərdəki kimi bəzədilmiş sonluq. Amma bundan daha ağır və daha qəhrəmancasına bir həqiqət var. Son ana qədər döyüşmək, yaralı halda belə təslim olmamaq və əsir düşməmək üçün öz həyatına son qoymaq. Bu fakt illər sonra döyüş yoldaşlarının xatirələri və araşdırmalar nəticəsində ortaya çıxıb. Və bugün aydın olur ki, filmlər bəzən həqiqəti dəyişir, amma reallıq qəhrəmanı daha da böyüdür. Çünki o, son nəfəsinə qədər mübarizə apardı və son qərarı ilə belə düşmənə boyun əymədi. Bu cür şok və gizli qalan həqiqətləri öyrənmək istəyirsinizsə, Seymur TVC kanalına abunə olun və fikirlərinizi yazın. Buradan eşidirsən, onlar səni də axtarırlar. Əlamətlərindən belə görünür ki, Mikhailo özüdür. Beyxana sahibi də bunu təsdiq edə bilər. Mikhailo! Demək rəssamsan. Bəli, rəssamam. Adın? Auguste. Mənim portretimi çəkərsən. Ah, monsieur. Şəkil xoşuma gəlməsə, güllələnəcəksən. İşdir xoşunuza gəlsə, monsieur. Bu rəssamlar niyə hayasız olur, Kraus? Monsieur, portretiniz hazırdır. Doğrusu gözləməzdim. Yaxşı, Kraus. Rəssam olmağına rəssamsan. Ancaq Mikhailo olmadığını yəqin bilmirəm. Monsieur. Monsieur. Portre üçün təşəkkür, Monsieur Kraus. Monsieur, mənim pulumu vermədiniz. Bu əbləyi bıraxın, o doğrudan da rəssamdır. Monsieur,